Qaz 66-nın niyə dizel motorla çıxmadığını çox adam soruşurdu. Amma qardaşlar, bu məsələ göründüyü qədər də sadə deyil. Birinci problem çəkdədir. Dizel mühərrik benzinli V8-dən xeyli ağır idi. Qaz 66-da da kabin düz ön təkərlərin üstündədir. Yəni qabağa biraz artıq yük düşən kimi maşın burnu üstə yerə otururdu. Bu da yolsuzluğu öldürürdü. Hərbi maşını üçün isə bu oyunun sonu demək idi. İkinci məsələ, o vaxt SSR-də normal, uyğun ölçüdə dizel mühərrik yox idi. Olanlar da ya D240, ya YMZ 236, ya da traktor mühərrikləri idi. Hamısı çox yekə, ağır və yer tutan şeylər idi. Mühərrikləri qoymaq üçün maşını gərək başdan aşağı dəyişərdilər. Amma yenə də sizin xətrinizə dəymədilər. Bunu da yoxladılar. Məsələn, Qaz 66-41 adlı versiya çıxardılar. Atmosferik dizel qoydular. Amma gülməli bir şey çıxdı ortaya. Cəmi 85 at gücü. Ay qardaş, o güclə bu yekə 4x4 maşın ancaq bataqlıqda yavaş-yavaş gəzişərdi. Sonra dedilər, yox, da iş işdən keçib cəhənnəmə, belə olmaz. Gətirdilər turbo dizel, Qaz 66-40 çıxardılar. Bu dəfə 116 at gücü ilə işlədi. Bəs sonra bilsən nə oldu? Yanacaq da az yandırdı. Təxminən 30% qənaətlə işləyirdi. Hətta maşının istifadəsinə yaşıl işıq da verirlər istehsal üçün. Amma iş gəldi harda dirəndi? Pul məsələsində. 90-cı illərdə Alman lisenziyalı mühərrikdən istifadə etdilər. O da elə baha başa çıxdı ki, dedilər başım buraxın, bizimki elə bu qoca Şiqadır. Sonra nə oldu deyə sual versəm, bizim bu məşhur Şiqa benzinə xəyanət edə bilmədi. İçirdi, amma yenə də canavar kimi gedirdi. Bəs səncə, əgər Qaz 66-ya da daha güclü və yüngül dizel mühərrik tapılsaydı, bu maşın daha məşhur olardı, yoxsa elə benzinlə qalmağı onu bu qədər məşhur olmağına səbəb oldu? Növbəti video hansı maşına aid gəlsin, şərhlərdə qeyd edin. O əsrarəngiz barmaqlarınızla videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Sabaha qədər.